Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, biraz vaxt olmur deyə belə deyim, videolar çəkib paylaşamıram. Bugün istədim çəkəm, paylaşam. Deməli lal ördəyimiz biraz bala çıxardıbdı. Deməli 10 neçə dənə çıxartmışdı. Qonşu biraz götdü. İndi burada qalıbdı deməli. Neçədən qalıb heç belə bilmirəm. 1, 2, 3, 4, 5, 6, 7 də mənəmi qalıbdı. İstədim çəkəm paylaşam onları. Bunu da bir adam var, o istəyibdi. 5 manatdan verəcəm. Çünki burada tünd rənglərdir. Tünd qaradır, tünd bozdur, tünd qırmızıdır. 5 manatdan verəcəm. Həm də yaxşı vaxtda çıxıblar. Yəni mart ayında çıxan lal ördəklər yaxşı olur. Mayın axırına da bunlar ilk ördək olacaqdır. Yayda yaxşı olurlar, yəni ölümsüz olurlar. Belə ayda çıxan ördəklər çox gözəl qalırlar. Ümumiyyətlə yanvar fevral ayının cücələri, yəni toyuq cücəsidir, hündüşkadır, ördəkdir, qazdır, hamısı çox super olurlar. Xüsusən də toyuqla belə deyim, hündüşka balası. Düzdür, ördək qaz da yaxşı olur. Amma bu ördək qaz yəni fərqi yoxdur. Mayda da çıxsa, yayda da çıxsa, onlarda ölüm elə yaxşı şey olmur. Yəni belə deyək də, hamısı qırılıb eləmir. Ancaq bu şeylərdə cücədə hündüşka da elə şeydir, o dərəcədə. Amma nə qədər də olmasa hündüşka da fevralda zətdə çıxanı yaxşı olur ki, onu siz istidə baxırsınız evdə 3 ay zat belə baxırsınız, yəni mart, aprel, mayı isti yerdə baxırsınız, sonra da yayda havalar isinəndə həyata buraxırsınız və gəlib payıza düşür, havalar soğuyanda onlar böyük hündüşka olur və soyuğa dözümlü olurlar. Yəni belə deyim də, xəstəliyə zada yoluxmurlar. Ancaq yayda çıxan hündüşka balası gəlib məsələn payızda da 2 aylıq, 3 aylıq olur. Bir damcı soyuq olan kimi belə deyim, xəstələnirlər. Ona görə ən yaxşısı mart ayında, fevral ayında olan hündüşka toyuq cücələridir. Toyuq cücələri də həmçinin də, yəni onlar da yayda çıxanda, payıza düşəndə həm xəstələnirlər, həm soyuğa dözmürlər. Amma ördəkdir, qazda elə fərqi yoxdur. Düzdür, lal ördəyə biraz fərq eləyir. Məsəl üçün, iyulda, avqustda çıxanlar, bunlar bilirsiniz ki, biraz gec gəlir. Sentyabra gəlib düşəndə, əgər sentyabr, oktyabr aylarının axırına gəlib düşəndə, havalar soğuyanda, bunlar bilirsiniz ki, belə deyək də, yağı olmur. Bunların əti qara olur. Mal əti kimi, o səsli ördək, qoyun əti kimi yağlı olan, ancaq bunlar belə deyim də, yağı olmadığından şey olurlar, soyuğa dözmürlər. Bir damcı soyuq olan kimi başlayırlar xəstələnə bilərlər də. Yəni bunlar üşürlər, eləyib ölürlər. Ona görə bunların da biraz hardasa aprel, may ayında çıxanları daha da yaxşıdır. İndi o da qala indi belə deyim, şeyə gəlib düşəni marta. Yəni yayda çıxanları iyulda, avqustda belə çıxanlarına siz gərək dayanmadan 2 ay o şəkərli yemlə verəsiniz və qışa da dönəndə yerlərini, yəni yağışın zadının altında olmayalar da, buraxasınız, elə yerə buraxasınız ki, misal üçün üstü şiferli bir yerə, ya damda zadda qalalar, əyxları soğulmasın və yemini də təbii ki, yaxşı verməlisiniz ki, tez böyüsün. İndi gələn videomda əziz izləyicilər, lal ördəklərin qızıl baxılma qaydası haqqında danışacağam. Biraz da indi bir ikisi də yatır, çıxacaq lal ördəklərim olacaqdır. İnşallah o videolarda da hamısında lal ördəklərin qızıl baxılma qaydasını danışacağam. Kanalımızda var, yenə də çəkib sizinlə paylaşacağam lal ördəklərin qızıl baxılma qaydası. Kanalımızda da bu il toyuq cücəsinin qızıl baxılma qaydasını paylaşdım, hündüşka balasının qızıl baxılma qaydası. İndi isə lal ördəklərin qızıl baxılma qaydasını sizinlə paylaşacağam. Baxın və özünüz görün.
Belə, bu qədər əziz izləyicilər, hər kəsə təşəkkürlər. Kanalımıza Quşlar TV-yə, Lal Ördəklər TV-yə, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Videolarımıza da like qoyun. Çünki biri-birindən faydalı videolar gəlir. Yəni maraqlı mövzulara toxunacağam və məlumatlar verəcəm. Sizin də xahişim odur ki, abunə olun və videolarımıza like qoyun. Belə, bu qədər. Sağ olun əziz izləyicilər, salamat qalın və gələn videolarda görüşmək ümidi ilə sizdən ayrılıram.